Minareli məscid. Tikili neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edir. Murtuza Muxtarov isə məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin bütün xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir. Məscidin 47 metr hündürlüyündə 2 minarəsi dövrün digər məscid minarələrindən fərqlənirdi. Hər iki minarənin birinci şərəfəsinin aşağısında ərəbcə Kəlmə-i Teyyibə yazılıb. Minarələrə qalxan pilləkənlərin sayı 140-a çatır. Məscidin iki gülləsindən müəzzinlər azan vermək üçün istifadə edirdi. O dövrdə Təzəpir məscidində azan vermək üçün bir güllə inşa edilmişdi. İstər güllənin aşağı, istərsə də yuxarı hissəsində azan verilə bilər. Məscidin ikinci mərtəbəsində qadınların namaz qılması üçün də xüsusi otaq vardı. Məscidin sağ və sol tərəflərində peyğəmbərlərə salam, yeganə olaraq burada ərəbcə həkk olunub. Mehrabın yuxarısındakı dairə Allahın varlığına, 4 tağ əsas peyğəmbərlərə, 4 nazik sütun müqəddəs kitablara, onların altındakı nazik xətlər isə 12 imama işarədir. Bir çox məscidlər kimi Murtuza Muxtar məscidi də Sovet dövründə bağlanıb, öz fəaliyyətini dayandırmışdı. Məsciddən toxuculuq emalatxanası 1985-1988-ci illərdə Azərbaycanın məşhur rəssamı Səttar Bəhbuzadənin sərgi salonu kimi istifadə olunub. 1989-cu ildən məscid yerli sakinlərin ixtiyarına verilib. Əmircan məscidinə M. Muxtarov məxsusi olaraq müqəddəs Quran-ı Kərimi hədiyyə etmişdi. Hələ məscidin inşası zamanı həmin Quran kitabı Türkiyənin İstanbul şəhərində sifarişlə hazırlanmışdı. Quranda Allah kəlmələri bütünlüklə qızıl suyu ilə həkk olunub. Deyilənə görə həmin Quran 25 kiloqram ağırlığındadır və indi də Əmircan məscidində bu müqəddəs kitab əmanət kimi saxlanılır.